Dünyanın çox yerində qəhrəmanlıq filmlərdə uzaqlarda axtarılır. Bizdə isə qəhrəman ya qonşunun oğludur, ya sinif yoldaşındır, ya da sənin öz qardaşındır. Bu səbəbdəndir ki, Azərbaycan qəhrəmanlar yurdudur. Azərbaycanın hər qarşında bir igidin, bir qəhrəmanın izi var. Biz elə coğrafiyada yaşayırıq ki, burada zəif olmaq haqqımız yoxdur. Polad Həşimov kimi əsgərinin önündə gedən generallar, Mübariz İbrahimov kimi tək başına bir orduya meydan oxuyanlar, Hüseyin Xəlilov kimi bir əlində silahla atışa-atışa, digər tərəfdən yaralı yoldaşını çiynində daşıyanlar bu yurdun qəhrəmanlar yurdu olduğunu bütün dünyaya sübut edib. Qəhrəmanların hər biri bizə doğma və əzizdir. Mən çalışıram ki, şəhid qəhrəmanlarımızın valideynləri ilə ünsiyyət qurub tanıyım, onların qarşısında baş əyim. Haqqında yazmaq istədiyim qəhrəmanlardan biri Şuşanın son fatihi qəhrəmanlığı ilə tarix yazan Teymur Mədidzadədir. Düşən canlara salam olsun, igidlərə, mərdlərə salam olsun. Vətən deyiblər kimi gedənlərə, qaziyə, şəhidlərə salam olsun. Anam atam üzülməsən halimə, şəhid olum tək vətən sağ olsun, sağ olsun. Anam atam üzülməsən halimə, şəhid olum tək vətən sağ olsun, sağ olsun. Uca olsun vətənimin bayrağı, uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olum tək vətən sağ olsun, sağ olsun. Uca olsun vətənimin bayrağı, uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olum tək vətən sağ olsun, sağ olsun. Teymur Mədidzadə sadəcə bir komandir deyil, əsgərləri üçün həm qardaş, həm də keçilməz bir sipər idi. Döyüşün ən qızğın anında mühasirəyə düşən əsgərlərini ölümdən qurtararkən, o yalnız öz canını deyil, 104 əsgərin canını qurtardı. Teymurun 104 nəfəri xilas etməsi Vətən müharibəsinin ən diqqət çəkən taktiki qəhrəmanlıqlarından biridir. O, öz hərbi biliklərini tətbiq edərək, bütün heyəti bir nəfər belə itki vermədən və bir güllə yarası belə almadan mühasirədən çıxarmağı bacarır. Bu hadisədən sonra o və taboru Şuşa uğrunda döyüşə yollanır. Əskəri qəhrəman edən ən güclü silah onun daxilindəki vətən sevgisidir. Döyüş yoldaşları deyir ki, Teymur döyüşlərin birində ayağından yaralanmışdı. Lakin o, bu ağrını gizlədərək, axsayaraq da olsa döyüşməyə və əsgərlərini irəli aparmağa davam etmişdir. Bu fakt, onun elə adını daşıdığı qəhrəman Əmir Teymura da bənzədir. Mən Teymurun çox xüsusiyyətini türk qəhrəmanı Əmir Teymura bənzədirəm. Əmir Teymur türk dövləti qurdu, şəhid Teymur isə öz dövlətinin, vətəninin bütövlüyü üçün canını fəda etdi. Teymur vətənini o qədər sevirdi ki, Azərbaycan Dövlət İqtisadi Universitetini yüksək göstəricilərlə bitirməsinə baxmayaraq, həyatını vətənə xidmətə görüb, hərb yolunu seçdi. Teymur cəmi 8 aylıq körpə ikən anasının qucağında məcburi köçkün kimi çıxdığı Füzuli rayonunun Gecəgözlü kəndinə 28 ildən sonra zabit kimi daxil oldu. Teymur öz doğma kəndini düşmən işğalından azad edən ilk hərbiçilər sırasında da yer alaraq öz uşaqlıq həsrətinə son qoydu. Teymur noyabrın 9-da şəhid oldu. Müharibənin bitməsinə, qələbənin elan olunmasına cəmi bir neçə saat qalmışdı. O sanki bütün yolu 104 canı qorumaq üçün gəlmişdi. Bayrağı Şuşaya sancdı və öz ədəbiyyata imza atdı. Mənim qəhrəmanım axsasam da, sürünərək də olsa Şuşaya gedəcəyəm dedi və getdi.
Şuşa torpaqlarını öz qanı ilə suvardı. Maraqlıdır ki, bir Azərbaycan şəhidinin həyatı Özbəkistanda Əmir Teymurun vətənində dərslik kimi öyrənilir və onun haqqında yazılan kitab özbək dilində tərcümə olunub. Mən şəhidlərimizi, xüsusilə də Teymur Məcidzadəni tez-tez ziyarət edirəm. Onların hər biri ilə də fəxr edirəm. Vətən necə sevilməlidir, onu öyrəndim. Və belə bir oğlanı vətənə verdiyiniz üçün sizə təşəkkür edirəm. Özləri minnətdarlığımı bildirirəm. İnanın ki, belə bir oğlanı vətənə verməyi istənilən ana bacara bilmir. Amma siz bunu bacardınız və belə bir oğlun anasıyam deyə siz həmişə fəxr edən bir anasınız. Bunun üçün də sizi təbrik edirəm. Öz təşəkkürlərimi, dərin minnətdarlığımı bildirirəm. Xamanizgə rəhmət gətirəm. Sağ olun. Şəhidimizin anasının dilindən şeir səsləndirirəm. Həyatda ən böyük sirdaşım, dostum, Əmir Teymur tək qəhrəman oğlum. Hər iki dünyada odur qürurum. Şəhadət şərbətin içdi Teymurum. Həm niskinimdir, kədərim, dərdimdir. Həm də qürur yerim, daim fəxrimdir. Dərdimə dərmanım, ruh ekizimdir. Şəhid Teymurum, cənnət mələyimdir. Dünyamın işığı, axirət nurum. Yaralı qəlbimdə olan hüzurum. Yaşayır ruhunda mənim də ruhum. Ölməyib yaşayır mənim Teymurum. Ölməyib yaşayır mənim Teymurum.